Şairlər buraxırlar ki, vəsflər var. Vəhabilər var. Vəhabilər. Filan ölkədə vəhabilərdir. Filan yerdə olanlar vəhabilərdir. Bir toplum müsəlman da ona inanır. İstən bu şayə internetdə, televizorda, qazetdə, jurnalda, başqa sosial şəbəkələrdə yayılmış olsun, harada istəyirsən olsun, baxırsan bir çox müsəlmanı sarsındırır. Həqiqət elə deyil. Yer kürəsində Vahabi deyən bir məzhəb yoxdur. Qəti şəkildə. Çünki bu nisbət olunan şəxs Muhammed ibn Abdülvahhab, hansı ki Ərəbistan yarımadasında yaşayıbdır, bu insanın özü bildiyi elmi 4 məzhəbdən birindən götürüb. 4 məzhəbdən. Onun dediyi sözlər, yazdığı kitablar, İmam Əbu Hənifənin, İmam Malikin, İmam Şafinin, İmam Əhməd ibn Həmbəlin dediklərindən qırağa çıxmır. Bu onlara təqlid sayılır. Bu danışdığı sözlərin hamısı sahabələrin, tabeinlərindən qırağa çıxmır. Onların sözlərini cəm eləyib deyil. Özündən heç nə demir. Ona görə ona məzhəb nisbət eləmək olmaz. Sadəcə bu şayəni nəyə görə deyirlər? Dini yaşayan müsəlmanları tən eləsinlər deyə. Sual ver yine, sual ver. Bu şayəni yazanlara oturun soruşun. Kimlərdir Vahabilər? Sənə Peyğəmbərin dinini yaşayanları vəsf eləyəcəklər. Dəcələr Vahabilər saqqal qoyurlar. Vahabilər topuqdan yuxarı geyinirlər. Vahabilərin zövcələri hicab taxır. Vahabilər siqaret çəkmirlər. Vahabilər içki içmirlər. Bu dedikləri şey hamısı Allahın nazil etdiyi şəriətdədir. Quranda və sünnədədir bunların hamısı. Kaş ki bunları deyib susalar. Bədbəxtçilik budadır ki, bu şayələrin arxasında olan qeyri-müsəlmanlardır, münafiqlərdir, dinsizlər, imansızlardır, müsəlmanların birliyini parçalamaq istəyənlərdir. Təəssüflər olsun ki, bunu bəzi müsəlmanlar götürür və dini yaşayanları ləkələyir bununla. Bir adam saqqallı bir insana saqqalına görə Vahabi deyib, bunu söyünç kimi, tən kimi işlədərsə, o insan Muhammed sallallahu aleyhi ve sellem'e tən etmiş olur. Çünki saqqal qoyan Muhammed ibn Abdülvahhab'dan və yaxud Vahabi dediklərindən deyil, Muhammed sallallahu aleyhi ve sellem'lə götürür saqqalı qoymağını. Balağın qaldırılmasını, zövcəsinə hicab geyindirməsi, bunların hamısı Muhammed ibn Abdülvahhab'dan deyil, Muhammed sallallahu aleyhi ve sellem gətirdiyi şəriətdən götürür. Kaş ki bunlar kifayətlənirlər, əlavələr də artırırlar. Bütün pis ləkələri də falçılar kimi, falçılara bir düzgün xəbər çatır, üstə də 1000 yalan qoyub uydururlar. Bunlar iki sifəti deyirlərsə, yüzünü də üstünə qoyurlar. Vahabilər belədir, Vahabilər nə bilim, 100 cür yalanlar, böhtanlar. Bir neçə il öncə banik çıxmışdır ki, Vahabilər özləri məhrəmləri ilə evlənirlər. Batil bir böhtandır bu. İftiradır bu. Vahabilər insanları haqsız yerə öldürürlər. Vahabilər insanların malını oğrayırlar. Vahabilər. Əziz qardaşlarım, bunların hamısının öz adı var. Oğrunun oğru adı var. Banditin bandit adı var. Nə bilim, şərəfsizin şərəfsiz adı var. Qatilin, hər bir günah sahibinin özünün adı var. Piyaniska var, sigaret çəkən var, əxlaqsız var, şərəfsiz var. Bunların hamısını Vahabi deyib insanları ləkələmək olmaz. Müsəlmanlara görürsən parçalayır bu fikirlər. Kim kimə nə deyir bilmir. Ortada dağılan, parçalanan müsəlmanların səhvləridir. Və bunu təəssüflər olsun ki, bugünkü gündə ən çox eşitdiyimiz şəxslər də elə müsəlmanlardır. Bu o biri firqəyə deyil, o biri firqə buna deyil. Amma həqiqətdə heç nə yoxdur ortada. Əziz qardaşlarım, şayənin zərərləri çoxdur. Müsəlman gərək göz açıq olsun, şuuru açıq olsun ki, şayələrə səbəb olmasın, ya da əsən şayələrin qabağında əsib, sınıb dönməsin.